Elm və Təhsil naziri Emin Əmrullayev 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təqaüddə olan təcrübəli təhsil işçiləri ilə görüş keçirib. İstəyərdim ki, təbii ki, qarşıdan gələn Beynəlxalq Qadınlar Günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm, can sağlığı arzu edirəm. Daha sonra isə təbii ki, sizə ömrünüzün ən gözəl illərini müəllimliyə, məktəbə, təhsilə və şagirdlərə həsr etdiyinizə görə dərin təşəkkürümü bildirim. Görüş zamanı müəllimlər bayram münasibəti ilə təbrik olunub, təhsil sahəsi ilə bağlı müxtəlif məsələlər müzakirə edilib və onların təklifləri dinlənilib. Nazir isə səsləndirilən təkliflərə münasibət bildirərək öz mövqeyini açıqlayıb. Direktor üçün, bəli, öz fənnini bilməlidir. Ona görə ki, öz fənnini bilməyən başqa müəllimə nə yerə tuta bilər? Bəli. Bu bir. Amma məktəb rəhbəri üçün idarəçilik qabiliyyəti, liderlik qabiliyyəti, eyni zamanda müasir təhsildə baş verən yenilikləri və metodikanın incəliklərini bilməlidir. Doğrudan da yüksək ballı müəllim gəlib qarşıda əyləşir, o yüksək bal toplayıb testlər arasından və dərsin gedişatını da o necə əzbərləyib, onu o cümlədən bizə danışır və biliyi qiymətləndirir, o məktəbin müəllimidir. Sonda isə müəllimlərlə xatirə fotosu çəkdirilib.